Bax, beləcə gips quruduqdan sonra artıq qəlibdən çıxarmaq mümkündür. Çıxarmaqdan ötürü də çətin bir şey yoxdur. Hər iki tərəfdən dartaraq, aşağı dartırıq və bu cür çıxır. Vəssalam. Əsas odur ki, boğaz hissəsi, boğaz nahiyəsi, bax bu nahiyə qırılmasın, çünki ora nisbətən nazikdir. Bismillah. Vəssalam. Bu deməli, bu qab bu formada olur. Sonra bu 15 gün hardasa quruyur, amma bizim halda bu hardasa bir həftə quruyacaq, çünki biz gipsini bol eləmişik. Quruduqdan sonra binder ilə deməli işlənir, binder məhlulu var. O məhlul bunu möhkəm eləyir, ələ çıxmır rəngi, paltara çıxmır. Bundan sonra sanki bir klonka qatı yaradır və üzərinə artıq rəng, boya, kraska vurmaq olur. Vuranda da bax bu rənglər alınır. Məsəl üçün baxın, qırmızı rəngdir və yaxud da ki qızıl rəngdir. İstənilən digər rənglər almaq olar. Deməli, mərhələdən keçməlidir. Bir həftə 10 gün qurumalıdır. Sonra deməli İstəsəz lak vura bilərsiniz, daş lakı, su əsaslı daş lakı. Sonradan deməli istədiyiniz boyanı sprey formada olan boyalar var. Sprey boyalarla deməli işləyə bilərsiniz. Təşəkkürlər izlədiyinizə görə. Allah'a şükürlər olsun.